Qısa reklam aramız və qaldığımız yerdən bərabərik. Studiyamın dəyərli bir qonağı var. Təqdim etmək istərdim. Belə ki, Ətirşah Butikin deməli PR meneceri Azad Ağaxanov bizimlə bərabərdir. Azad bəy, xoş gördük. Hər vaxtınız xeyir olsun. Təşəkkürümüzü bildiririk. Təklifimizi daha doğrusu qəbul etmişsiniz və bizimlə bərabərsiniz və bu gün biz ətirlə bağlı lazımı məqamlara toxunacağıq. Azad bəy, istərdim əvvəla danışaq. Yeni ətir kolleksiyalarınız var. O haqqda məlumat verin bizə və bu bir Azərbaycan brendidir. Sonra digər suallarımı sizə ünvanlayaram. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm ki, məni yenə qonaq çağırmısınız. Belə deyək, bir dəfə biz oturduq və belə bir fikir var idi Cəlal bəylə. Azərbaycan fəlsəfəsi olan, yəni milli belə bir ətir hazırlamaq istədik və müəyyən belə firni qoxusunun məsələn fəlsəfəsini yazdıq. Azərbaycan meşələrinin fəlsəfəsini yazdıq. Məsələn, Meysəri bizdə ətri var burada. Onun fəlsəfəsini yazdıq və biz bunları əməkdaşlıq etdiyimiz fabriklərin parfümerlərinə göndərdik. Və onlar da bizim üçün bu ətirləri hazırladılar və bu bir Azərbaycan brendi olaraq Vətən kolleksiyası adı altında bunu istehsal elədik və çıxartdıq. Burada həm də məqsəd Azərbaycanı tanıtmaq, ölkəmizi tanıtmaq, milli fəlsəfəni xaricə çıxartmaq və tanıtmaq məqsədi daşıyır. Bəs qoxuları Azad bəy necə qoxu olacaq bunların? Qoxular məsələn Azərbaycan Forest var, Azərbaycan meşələrinin qoxusudur. Burada məsələn var qoz ağacının və s. kimi ağacların qoxusu. Sonra məsələn Meysəri var, orada hansı ki Meysəri kəndi var, bilirsiniz, Şamaxıda. Orada o üzümün qoxusudur və digər ətirlər var, hansı ki onlar belə deyək eksklüziv və özəl ətirlərdir. Hansı ki onları qoxlamağa, baxmağa dəyər. Azad bəy, ətrin qalıcılığına təsir edən amillər hansılardır? Ətir keyfiyyəti ilə qalıcılığı bağlayırlar, amma əslində qalıcılığın keyfiyyətə bir aidiyyatı yoxdur. Ola bilər ki, məsələn, bahalı bir ingredient ola bilər ətirdə, tez uçur. Yaxud ucuz bir ingredient ola bilər, çox qala bilər. Yəni, ətrin, belə deyək, qalıcılığı onun tərkibində olan ingrediyentlə bağlıdır və uçuculuqla bağlıdır. Burada hava temperaturu rol oynaya bilər, vurduğunuz material rol oynaya bilər, ola bilər parçaya vurulur, ola bilər dəriyə vurulur. Hansı düzgündür? Yəni, bir insan ətrin tam təbii tərkibli olmasından əmin deyilsə, onu paltarına vurmağı daha yaxşıdır.